Salam, hörmətli müəllimlərimiz, axşamınız xeyir olsun. Ee, Bu gün də sonuncu mövzumuzun gündəlik quizini işlədiniz. Nəticələr yaxşıdır. Yəni çalışanlar həqiqətən də hiss olunur və nəticələri bunu göstərir. Çalışmağa davam etmək lazımdır. Şübhəsiz ki, siz nə qədər çox çalışsanız, yüksək nəticə yığmaq ehtimalınız da bir o qədər də artır. Və bizim gündəlik MIQ quizlərimiz və aylıq sınaqlarımız sizə bu yolda kömək edir. Bir də sizə də məlumat verim ki, yanvar qruplarımız başlayacaq. Təbii ki, sizə aid deyil, siz sentyabrdan bizlənsiz. Amma ətrafınızda tanışlardan soruşan olsa, qeyd edə bilərsiniz ki, yanvar qrupu sonuncu qrupumuzdur və yanvar qrupundan sonra demək olar ki, qrup olmayacaq. Ta ki, bir də martda sürət qrupu olacaq. Onunla da tamamilə yekunlaşırıq. Amma sadə qruplarımız yalnız martda olacaq. Gəlin testimizin izahına başlayaq və bir-bir bütün sualları sizin üçün izah edim. Vaxtımızın burada getməyi də sizin üçün təbii ki, vaxta uyğun olaraq işləməyinizə kömək edir və vaxta uyğun sürətli işləməyimizi inkişaf etdirir. Birinci sualımıza baxaq. Böyük Qafqaz vilayətinə aid olan xüsusiyyətləri seçin. Ərazisi iki tektonik qalxmada yerləşir. Böyük Qafqaz vilayətinin ərazisi iki tektonik zonada yerləşir. Amma biri qalxmadır, biri enmə. Baş Qafqaz qalxması və yaxud da Böyük Qafqaz qalxması və Ön Qafqaz çökməsi. Ona görə ikisi də qalxma deyil. İki ölkə ilə sərhəddir Rusiya və Gürcüstan. Yayı quraq keçən soyuq iqlim yarımtipinə rast gəlinmir, düzdür? Bu iqlim tipi Naxçıvanda və qismən Talışda yayılıb. Hündürlük artdıqca süxurların yaşı artır ifadəsi də doğrudur. Çünki dağlıq ərazilərdə mezozoid, düzən ərazilərdə isə kaynezoiddir. Kaynezoiddən mezozoya gedir deyə yaş artır. Yarım vilayətlərə bölünmür ifadəsi yanlışdır. Biz qeyd etmişik ki, yarım vilayətlərə bölünməyə Üzr istəyirəm, yarım vilayətlərə bölünməyən yalnız Lənkəran və Naxçıvan, yəni Orta Araz vilayətləri idi. Sönmüş vulkanlara rast gəlinir. Burada da sönmüş vulkan olmaz. Sualımızın doğru cavabı ikinci, üçüncü və dördüncü olacaq. Növbəti sualımıza keçək. Kiçik Qafqaz təbii vilayəti üçün uyğunluğu müəyyən edin. Zəngin, filiz və qeyri-filiz yataqları mövcuddur. Kiçik Qafqaz vilayətində dəmir, xrom, qızıl, mis, aluminit ehtiyatları var, filiz ehtiyatları və mərmər, seolit, kükürt və sair qeyri-filiz ehtiyatları var. 4 fiziki coğrafi rayonu var. Bəli, Gəncə, Dağlıq, Qarabağ, Həkəri, vulkanik yayla. Dağətəyi ərazilərdə yarımsəhra landşaftı yayılıb. Kiçik Qafqaz təbii vilayətində yarımsəhra landşaftı yox idi, amma iqlimi var. Bütün fiziki coğrafi rayonlarının xarici ölkəyə çıxışı mövcuddur. Düzdür? Subnival və nival landşaft formalaşır. Biz demişdik ki, Kiçik Qafqaz vilayətinin nival və yarımsəhra landşaftı olmayacaq. Dağları Böyük Qafqaza nisbətən daha az parçalanmışdır. Bu doğru ifadədir. Qeyd etmişik ki, Böyük Qafqaz Kiçik Qafqaza nisbətən daha çox parçalanıb. Yəni Kiçik Qafqaz az parçalanmışdır deyir. İndi uyğunluq istədiyinə görə doğrudan doğru, yanlışdan isə yanlışı seçməliyik. 1, 2, 5 sualımızın doğru cavabıdır. Yəni B variantı olacaq. Növbəti sual. Aqroqlim ehtiyatları ilə yaxşı təmin olunmuş ərazilərdə formalaşan torpaq tipləri. Biz demişik ki, aqroqlim ehtiyatlarının əsas göstəricisi, ən əsas göstəricisi fəal temperaturların illik cəmidir. Və bu da əsasən yarımsəhra iqlimində, yarımsəhra quru çöl iqlimində, yəni şabaldı torpaqlar, bozqonur və bozçəmən torpaqlarında aqroqlim ehtiyatları böyükdür. Baxmayaraq ki, qara, qəhvəyi və qonur torpaqlarda məhsuldarlıq yüksəkdir. Amma aqroqlim ehtiyatları dedikdə biz əsas isti ərazilərdə formalaşan torpaqları qeyd etməliyik. 2, 3, 5 sualımızın doğru cavabıdır. Yəni D bəndi. Növbəti sualımıza baxaq. Uyğunluğu müəyyən etməyimizi istəyir. Deyir, Şirim yarğan qobu şəbəkəsi geniş yayılıb. Təbii ki, arid denidasiyon olduğuna görə qobustan Abşeron götürəcəyik. Bütün fəsillərdə bol yağıntılı soyuq iqlim Zaqatala Laçın üçün xarakterikdir. Yüksək seysmik proseslər 8-10 ballıq zəlzələ zonaları biz Şamaxı üçün qeyd edə bilərik. Aqroqlim ehtiyatları zəngindir. Payızlıq əkinlərin inkişafına səbəb olur, təkan verir. Samur dəvəsi yarımsəhradır, düzən ərazidir. Yarımsəhra və quru çöl tipindən dağ tundraya kimi hamısı varsa, deməli burada qonaq kənd olacaq. A, B, C, D, Y. Yəni Y variantı sualımızın doğru variantı olacaq.
Növbəti sual. Ən hündür zirvəsi, ən hündür nöqtəsi 1000 metri keçmir. Bu, Kür dağarası çökəkliyinə aiddir. Bunların heç birinə aid deyil. Atmosfer təzyiqi 360 millimetrdən aşağı olan zirvələr var. 760-dan çıxaram 360-ı, eləyər 400, onu da vuraram ona metrə çevirmək üçün, eləyər 4000 metr. Əgər atmosfer təzyiqi 360 millimetrdən aşağıdırsa, deməli 4000-dən yuxarı zirvələr var deyirsə, təbii ki, bu Böyük Qafqaz vilayətidir. Hündürlüyə doğru süxurların yaşının azalması müşahidə edilir. Bu vulkanik yaylıya görə Kiçik Qafqaz üçün xarakterikdir. Yəni dağlıq ərazilərdə, yüksək dağlıqda vulkanik yayla üzrə, yəni dördüncü dövr süxurları yayılıb, amma aşağı ərazilərdə nisbətən mezozoy yaşlıdır. Ona görə də biz onu götürürük. Üç ölçü ilə çıxışı olan Orta Araz Naxçıvandır, Ermənistan, Türkiyə və İran. B, C, D. Növbəti sualımıza baxırıq. Deyir, Arazboy fiziki rayonunda yerləşən Bəsitçay qoruğunda şərq çinarı mühafizə edilir. Aydın məsələdir ki, şərq çinarı Bəsitçay qoruğunda qorunur, amma Araz fiziki rayonunda yox, Həkəridə olmalıdır. Dağlıq Şirvan hər tərəfdən Böyük Qafqazın fiziki coğrafi rayonları ilə əhatə olunmuş fikirlə səhvdir. Cənub hissədən Küdrü Şirvanla, yəni Kür-Dağaraz çökəkliyinin vilayəti ilə sərhəddir. Yuxarı Şirvan kanalı Ceyrançol Acnohur fiziki coğrafi rayon ərazisindən keçir fikri səhvdir. Küdrü Şirvandan keçir. Kiçik Qafqaz vilayətinin bir hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir fikri də yanlışdır. Kiçik Qafqazda ən alçaq nöqtə 300 metrdir demişik. Bu da Zəngilan ərazisindədir. Vulkanik yayla və Gəncə fiziki coğrafi rayonları eyni vilayət daxilində yerləşsə də bir-biri ilə həmsərhəd deyil. Bu doğrudur. Hər ikisi Kiçik Qafqaz vilayətinin tərkibindədir. Lakin aralarında Qarabağ fiziki coğrafi rayonu var deyə onlar sərhəd deyillər. Eyni vilayətdə yerləşsələr də bir-biri ilə sərhəd olmayan fiziki coğrafi rayon. Qanx Əyriçay və Kür-Araz. Hər ikisi Kür-Dağaraz çökəkliyinə aiddir, amma sərhəd deyil. Sonra Gəncə ilə vulkanik yayla. Bundan əvvəlki sualda qeyd etdik. 2, 4. Bir də Qonaqkənd hamısı ilə sərhəddir, Qarabağ hamısından sərhəddir. Çıxa bilərsiniz. Dağlıq Şirvan, Samur dövləsi. İkisi də Böyük Qafqaz vilayətidir, lakin sərhəd deyillər. 1, 6, 2, 4, 8, 9. D variantı sualımızın doğru variantıdır. Növbəti doğru fikirləri müəyyən etməyimizi istəyir. Kür çökəkliyi vilayətinin cənub hissəsində sarı torpaqlar yayılır. Sarı torpaqlar Lənkəran vilayətindədir. Kür Dağarası çökəkliyində deyil. Aşağı Arazboyu düzənliklər Kiçik Qafqaza aiddir. Fikri səhvdir. Kür Dağarası çökəkliyinə aiddir. Kiçik Qafqaz vilayətində yarımsəhra və quru çöl iqlim tipinə rast gəlinmir. Bu da yanlış ifadədir. Zəngilan hissədə rast gəlinir. Zəngilan Arazboyu düzənliyi. Ağgöl, Şirvan, Qızılağac Milli Parkları Kür-Araz fiziki coğrafi rayonunun tərkibinə daxildir. Düzdür. Korçay və Bəndovan yasaqlıqları eyni fiziki rayonda yerləşir fikri səhvdir. Bəndovan Kür-Arazdadır. Korçayda Qazax Qarabağa düşür təxminən. D variantı olacaq. Günəş radiasiyasının illik miqdarı bol olsa da, aqroqlim ehtiyatları məhdud olan fiziki coğrafi rayonlar. Günəş radiyasiyası ya düzən ərazidə bol olur, ya da yüksək dağlıq ərazidə. Amma yüksək dağlıq ərazilər daha boldur. Amma aqroqlim ehtiyatları məhdud deyirsə, düzən ərazilərimizdə aqroqlim ehtiyatları zəngindir, məhdud deyil. Məhdud deyirsə, yüksək dağlıq ərazilər götürəcək. Məsələn, Zaqatala, Lahıc, vulkanik yayla və Günnüt qapısı. Əsasən yüksək dağlıq ərazidən ibarət olduğuna görə. Burada günəş radiyasiyası boldur, amma temperatur aşağı olduğuna görə aqroqlim ehtiyatları zəifdir. 1/5 sualımızın doğru variantıdır. Doğru fikirləri müəyyən edin. Kiçik Qafqaz tektonik zonasında alt və üst paleozoy yaşlı süxurlar yayılmışdır. İfadəsi doğrudur. Tektonik zona dediyinə görə Zəyəmçay, Əsrikçay və Naxçıvan ərazisi hər ikisi Kiçik Qafqaza aiddir. Sədrəş qalxması Dərələz. Ceyrançol Acnohor fiziki coğrafi rayonunda yalnız neogen yaşlı süxurlar yayılır fikri səhvdir. Burada dördüncü dövr, Kaynozoy erasının dördüncü dövr, yəni antropogen yaşlı süxurlarda yayılıb. Kür-Dağarası çökəkliyi vilayətində sidrus bitkisiliyi inkişaf etmişdir. Bu da Lənkəran vilayətinə aiddir. Qanx Əyriçay və Lənkəran ovalıqları Kür-Dağarası çökəkliyi vilayətinə aiddir. Fikri səhvdir. Lənkəran ilə Lənkəran vilayətinə aiddir. Qızılağac Milli Parkı Kür-Dağarası çökəkliyi vilayətində yerləşir. Düzdür. Kiçik Qafqaz tektonik zonasında yarımsəhra landşaftı yayılmışdır. Tektonik zona dediyinə görə doğrudur. Çünki biz Naxçıvan Arazboyu düzənliklərdə yarımsəhra landşaftının yayıldığını qeyd edirik. Gülüstan, Yayçı, Ordubad da Kiçik Qafqaza aiddir.
1, 5, 6 sualımızın doğru variantıdır. Doğru fikirləri seçin. Böyük və kiçik ala göllər dağ-çəmən landşaftında yerləşir. Düzdür? Qarabağ vulkanik Qarabağ silsiləsi vulkanik yayla və Qarabağ fiziki rayonları arasında sərhəd rolunu oynayır. Bu ifadə yanlışdır. Burada niyə yanlışdır? Çünki vulkanik yayla yox, Həkəri olsaydı doğru olardı. Qarabağ silsiləsi Həkəri və Qarabağ fiziki rayonları arasında sərhəddir. Vulkanik yaylıda günəş radiasiyası və yağıntının miqdarı boldur, əkinçilik amma zəif inkişaf edib, çünki aqroqlim ehtiyatları məhduddur, temperatur aşağıdır. Murov silsiləsi və baş su ayrıcı silsilə fiziki rayonlar arasında sərhəd rolunu oynayır. Murov silsiləsi Gəncə, Dağlıq və Qarabağ arasında sərhəddir. Baş su ayrıcı isə Qonaqkənd və Zaqatala Lahıc arasında sərhəddir. Düzdür. Qarabağ dağları fiziki rayonunun xarici ölkəyə çıxışı yoxdur, fikri səhvdir. Ermənistana çıxışı var. Dəlidağ və Qapıcıq eyni təbii vilayətdə daxilində yerləşirlər. Bu doğru olmuş da. Dəlidağ və Qapıcıq eyni təbii vilayət daxilində yerləşir, fikri səhvdir. Dəlidağ Naxçıvanda, Orta Arazda, Qapıcıq isə Kiçik Qafqazda olacaq. Uyğunluq istədiyinə görə birinci, üçüncü və dördüncünü doğru variant kimi götürəcəyik. Cədvələ əsasən uyğunluğu müəyyən etməyimizi istəyir. Fiziki coğrafi rayonlar və səciyyəvi xüsusiyyətlər. Ceyrançol, Acnohur, Şirinsulu və Şorsulu göllər var. Təbii ki, Ceyrançol, Acnohurda Şirinsulu, Candar göl, Şorsulu, Acnohur gölü var. Samur Dəvəçi Dağlıq Şirvanla sərhəddir, fikri səhvdir. Zaqatala Lahıc Mezoerasının suları üstünlük təşkil edir. Yüksək dağlıq ərazi olduğuna görə doğrudur. Orta və yüksək dağlıq deyir. Gəncə Dağlıq Qoşa və Zod yataqları yerləşir. Təbii ki, Zod burada olmaz. Qoşa olar. Mərkəzi arım intrazonal landşaftlar formalaşmışdır. Təbii ki, burada biz qeyd etmişdik ki, bataqlıqlar və şoranlıqlar intrazonal landşaftdır. Günnit Qapıcıq iki xarici ölkəyə çıxışı mövcuddur. Günnit Qapıcığın yalnız bir xarici ölkəyə çıxışı var, o da Ermənistan. 1, 3, 5 sualımızın doğru cavabıdır. Yəni B variantı sualımız üçün doğru cavabdır. Deyir 13-cü sualda verilən xüsusiyyətlərin aid olduğu fiziki coğrafi rayonları seçin. Yerləşdiyi tektonik zonda filiz faydalı qazıntı yataqlarına rast gəlinir. Belə baxıram ki, Böyük Qafqaz 1-2 Böyük Qafqaz tektonik zonasındadır. 3, 4, 5 Kiçik Qafqazdadır. Hər ikisində filiz var. Böyük Qafqazda polimetal filizləri, Kiçik Qafqazda da qızıl, polimetal, xromit, dəmir və s. var. Bu mənə seçim etməyə kömək etmədi. Qafqaz ölkəsinə aiddir deyirsə, mən bilirəm ki, Naxçıvan Ön Asiya ölkəsinə aiddir. Ona görə çıxıram. Dağ kserofit kolluqlar landşaftı yayılmışdır. Landşaft olaraq biz dərslikdə verilən landşaft sxeminə baxsaq, dağ kserofit kolluqlar yalnız Naxçıvan və Lənkəranda verilmişdir. Naxçıvanı variantdan çıxdıqsa, deməli cavab Lənkəran vilayəti, yəni Talış dağlarında olacaq. Doğru cavab 4. Növbəti. Sxemə əsasən uyğunluğu müəyyən etməyimizi istəyir. Talış dağlarında yağıntıları bərabər paylanan mülayim isti iqlim var. Dağ-çəmən bozqır torpaqları yayılıb və gil təbii ehtiyatları mövcuddur. Gil təbii ehtiyatları bütün vilayətlərimizdə var. Acnohur Ceyrançöl. Qışı quraq keçən mülayim isti iqlim. Şimal hissəsində bir balaca var. Şabaldı torpaqlar var, amma perlit yoxdur. Abşeron Qobustan. Qışı mülayim keçən yarımsəhra quru çöl var. Boz qonur torpaqlar, qıvaç qum ehtiyatları var. Araz boyu qışı mülayim keçən yarımsəhra quru çöl, boz çəmən, amma təbii qaz yoxdur. Şür Araz qışı mülayim keçən yarımsəhra quru çöl, boz çəmən, neft ehtiyatları var. Neftçala, Qaraçala, Muradxanlı Mollakən. Vulkanik yayla bütün fəsillərdə bol yağıntılı soyuq. Bax, burada elə bu qırıldı. Çünki bütün fəsillərdə bol yağıntılı soyuq iqlim Böyük Qafqazın cənub yamacındadır yalnız. Uyğunluq istədiyinə görə birinci, üçüncü, beşincini götürəcək. Yenə də 1-5 sualımızın doğru variantıdır. Yəni Y variantı. Cədvələ əsasən fiziki rayonlara aid olan xüsusiyyətləri seçin. Şərir, Ordubad, Lənkəran, Qobustan, Abşeron verilib. 3 xarici ölkəyə çıxışı mövcuddur. Şərir, Ordubad üçün bu doğrudur. Türkiyə, Ermənistan və İran. Qəhvəyi meşə torpaqları geniş sahədə yayılmışdır. Düzdür, Naxçıvanda qəhvəyi meşə torpaqlar var. Qəhvəyi dağ meşə torpaqlar. Lakin Günnit Qapıcıqdadır. Dağ kserofit kolluqlar altında, yəni dağlıq ərazidə. Amma şəhər Ordubad nədir? Düzənlikdir. İllik temperatur amplitudun qalıq amplituddan çoxdur. Bəli, Şərurda respublikamızda ən yüksək amplitud müşahidə edilir.
Lənkəran, sarı torpaqlar formalaşıb, il boyu düz radiasiya hakimdir fikri səhvdir. Buludluq çox olduğuna görə səpələnən radiasiyadır. Qızılağac Milli Parkı yerləşir ifadəsi də yanlışdır. Çünki Kürd Araz çökəkliyinə aiddir. Lənkəran vilayətinə yox. Fiziki coğrafi rayon olaraq mərkəzi Aran və yaxud da Kür Araz götürə bilərik. Abşeron Qobustan, Arid inundasion relyef formaları üstünlük təşkil edir. Qışı quraq keçən mülayim isti iqlim xarakterlikdir fikri səhvdir. Kvarts qumu və yod brom ehtiyatları vardır. Deməli 1-ə A, S, 2-yə yalnız A, 3-ə isə AC götürəcəksiniz. Yəni D variantı sualımızın doğru variantıdır. Venn diaqramına əsasən uyğun gələn bəndi müəyyən edin deyir. Baxırıq 1, 3, 5 verilib. Zaqatala Lahıc, 3 Qarabağ, 5 Cünud Qafıcıq. Kaynoza Erasmus suxurları üstünlük təşkil edir. Məsələn, 1 ilə 3-də mezozoydur. Yanar faydalı qazıntı geniş yayılıb, 1 ilə 5-də yoxdur. Demək olar ki, 3-də də yəni geniş yayılmış ifadəsi heç birinə aid deyil. Yarımsəhra quru çöl iqlimi xarakterlikdir. Yenə də uyğun deyil. Bütün fəsillərdə bol yağıntılı çöl iqlimi yalnız birə aiddir. Amma filiz faydalı qazıntı yataqları həm Cünud Qafıcıqda polimetal, molibden yataqları. 3-də Qarabağda məsələn qızıl ehtiyatları var. 1-də də polimetal ehtiyatlar. Yəni hamısında filiz faydalı qazıntı var. İqlim diaqramının aid olduğu fiziki coğrafi rayon və ona aid olan xüsusiyyətləri seçin. 1036 deyəndə Zaqatala, qan xəritə götürəcək. Qışı quraq keçən mülayim isti iqlimdir. Və buna aid olan xüsusiyyətlər nələr ola bilər? Sarı torpaqlar yaylı fikri səhvdir. Qurun sular səthə yaxın yerləşir, düzdür. Ona görə burada düzənmişəyə landşaftı yayılıb. Neogen yaşlı sular üstünlük təşkil edir fikri səhvdir. Burada antropogendir. Respublikamızın daxilində bütün iqlim tipləri yayılmışdır fikri də yanlışdır. Qışı quraq keçən mülayim isti iqlimdir burada. Səthi allüvial çöküntülərlə örtülür. Təbii ki, burada çay axırsa, allüvial çöküntülərlə örtülü olacaq. 1, B, Y. Doğru cavabımız D variantı olacaq. Növbəti, doğru bəndi seçsin. Fiziki coğrafi rayonlar və onlara aid olan xüsusiyyətlər verilib. 2, 5. Gəlin arxadan başlayaq, çünki cavab əvvəllərdədir. 1, 5. Fiziki coğrafi rayonlarında qara torpaq yayılıb. Nə 1-də, nə də 5-də qara torpaqlar yoxdur. Qara torpaqlar bu 3 fiziki coğrafi rayondadır. Gəncə, Qarabağ və Dağlıq Şirvan. 1, 2. Bütün iqlim tiplərinə rast gəlinir. Təbii ki, 2-də bütün iqlim tipləri ola bilməz. Dağlıq ərazidir, vulkanik yayla, soyuq və dağ tundra olar. 3, 4. Su anbarı mövcud deyil. 3-də aydın məsəl üçün Mingəçevir var. 4-də Ceyranbatan var. 2, 5. Filiz faydalı qazıntı yataqlarına geniş yayılıb. 5-də filiz faydalı qazıntı yatağı olmaz. 3, 4-də tektonik mənşəli göl mövcuddur. 3-də Acınohor, 4-də isə Masazır, Böyükşor, Bülbülə, Xocasən və s. qeyd etmək olar. Doğru cavab B bəndi olacaq. 19. A fiziki coğrafi rayon ərazisinin əsas hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Bunu deyəndə ağlımıza Samur dəvəsi, Kür Araz və Lənkəran gəlir. Neft ehtiyatlarına rast gəlinir. Deməli, Lənkəran çıxdı, Samur dəvəsi də var, Kür Araz da var. Ərazisində milli park yerləşir. Hər ikisində milli park var. Hər ikisində yarımsəhra iqlimi hakimdir və hər ikisində abrazyon relyef formaları yayılmışdır. Yod brom ehtiyatları artıq bizə seçim etməyə kömək edir ki, yod brom Kür Arazda idi. Neftçala, Babazənə, Mişovda. A fiziki coğrafi rayonu üçün uyğunluğu müəyyən edin. Sahəsinə görə ən böyük fiziki coğrafi rayondur. Düz deyir. Doğru fikir, doğru verilib. Kaynoza Erasmus suxurlar üstünlük təşkil edir. Doğru fikir, doğru verilib. İntrazonal landşaft formalaşır. Bəli, burada bataqlıqlar, şoranlıqlar intrazonal landşaftdır. Doğrudur, yanlış verilib. Yerləşdiyi vilayət daxilində ən çox yağıntı düşən fiziki coğrafi rayonla həmsərhəddir. Kürd Ağaraz çökəkliyi vilayəti daxilində ən çox yağıntı Qanı Xəritçaya düşür. Onun da Kür Arazla sərhəddi mövcud deyil. Göllərin əsas hissəsi axmaz mənşəlidir. Doğrudur, amma yanlış verilib. Düzən meşənin qorunduğu milli park yerləşir. Buradakı milli parklarda düzən meşə landşaftının mühafizə edildiyi qeyd olunmayıb. Düzən meşə landşaftı qorunan milli park Samur dəvəsi olacaq. Yanlışa yanlış verir deyə uyğundur. Sualımızın doğru cavabı 1-ci, 2-ci və 6-cı olacaq. 1, 2, 6. Yəni Y variantı. Son olaraq 20-ci suala baxaq. 20-ci sual biraz nisbətən çətin sualdır. Çətin deməzdim əslində, sadəcə olaraq daha çox səhv edilən suallardandır. 4-5 rəqəmləri ilə göstərilən fiziki coğrafi rayonları
Cədvəldə göstərilmiş fiziki coğrafi rayonlarla oxşar olmayan xüsusiyyətlərini müəyyən edin. Oxşar olmayan deyil. 1. Birinci 4 ilə 5-i müəyyən edək. Lənkəran və Şərir Ordubaddı. Sonra deyir ki, birinci sütunda bunların Dağlıq Şirvanla oxşar olmayan xüsusiyyətini seçməliyik. Xarici ölkəyə çıxışı mövcuddur. Dağlıq Şirvanın çıxışı mövcud olmadığına görə bu oxşar olmayan xüsusiyyətdir. Yanaş isti ehtiyatları var. Dağlıq Şirvanda var, digərlərində yoxdur. Yenə oxşar olmayan xüsusiyyətdir. Düzənlik relyef üstünlük təşkil edir. 3, 4 ilə 5-də bəli, amma 1-də xeyr. Yəni oxşar deyil. Bunu da götürürük. Yerləşdiyi təbii vilayətə mineral bulaqlar geniş yayılmışdır. 2, yəni Qarabağ üçün soruşur. 4, 5-i 2 ilə oxşar olmayan xüsusiyyət. Təbii ki, Lənkəran vilayətində də, Orta Araz vilayətində, Kiçik Qafqaz vilayətində də mineral bulaqlar zəngindir. Ona görə çıxırıq. Dağ tundra iqlimi yayılmışdır. Artıq bu fərqli cəhətdir. Birinci A bəndində verilən oxşar idi deyə götürmədik. Amma dağ tundra iqlimi yalnız 2-dədir. 4 ilə 5-də olmaz. Qızıl ehtiyatları yayılmışdır. Yalnız 2-də yayılıb. 4 ilə 5-də yoxdur. Sonra 3, yəni Gəncə dağlıqla. Mezolu yaşıl süxurlar üstünlük təşkil edir. Bu 3-ə aiddir, amma 4 ilə 5-ə aid deyil. Götürürük. Respublikamızda rast gəlinən ən qədim süxurlar yayılıb. Yenə də 3-ə aiddir. 4 ilə 5-ə aid deyil, oxşar deyil. Qara metallurgiya üçün xam mal yataqları mövcuddur. Bu 3-də dəmir ehtiyatları var, amma 4 ilə 5-də qara metallurgiya ilə bağlı ehtiyat yoxdur. Deməli, oxşar olmayan dediyi üçün biz işarələdiklərimizi götürə bilərik. 1-ə A, B, C, 2-yə yalnız B, C, 3-ə A, B, C. Doğru cavabımız A variantında gizlənmişdir. Bu da bizim 20 suallıq gündəlik quizlərimizin izahı.